Qarşıda gələn yeni bayram münasibətilə səmimi qəlbdən sizi, xalqımızı təbrikləyirəm. Alıcılarımıza da deyirəm ki, sabah axırıncı gündür. Cəhd eləsinlər, gəlib çatsınlar. 40 qəpikdən, belə qəşəng almalar, 40 qəpikdən manat yarımaca gəlsin, bazarlıqlarını eləsinlər. Biz də rahat çıxıb gedək evə. Bugün sabah sonuncu gündür. Alıcılıq qabiliyyətindən razı qaldınızmı? Bəli, çox gözəl, yaxşıdır. Şükür Allaha, maşallah hamısı məhsulu 5 kilo aparıblar. Sayca 8-ci kənddən şəhərə Yeni il yarmarkası davam edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təşkil edilən yarmarkada ölkənin 35 regionundan 80-ə yaxın fermer alıcılara 140 çeşiddə kənd məhsulları təqdim edir. Həm bayramla əlaqəli, həm də sadəcə bazarlıq üçün yerli məhsul almaq istəyənlər yolunu Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi 5 ünvanındakı yarmarkadan salanlar qiymətlərdən də, keyfiyyətdən də razılığını bildirir. Yəni yolum düşdü, yarmarkaya girdim. Qiymətlər münasibdir. Yəni başqa mağazalara baxanda burada münasibdir. Həm bayram üçün, həm belə ümumi gün bazarlıq elədim. Nələr almısınız? Çərəz, əsasən çərəzlər, qoz, fındıq, kişmiş. Hələ baxıram, hələ almamışam. Alacam inşallah. Nə almağı planlaşdırırsınız? Nə bilim, indi əlimizə nə düşdü, gücümüz nəyə çatdı. Məhsullardan razısınız? Bəli. Öz məhsulumuz da çoxdur, yerli məhsulumuz. Allah bərəkət versin. Alma alırdım nəvəm üçün. Nəvəm alma yeyən də ona görə. Onun üçün deyim, şirin almadı ki, alım. Bəzi qiymətlər doğrudan da burada yaxşıdır. Bəzi qiymətlər isə belə demək olmaz ki, belə çox ucuzluqdur. Bazarda gördüyümüz qiymətlər elə burada da var. Ancaq bəzi şeylərdə ucuzluq var yəni. Almadır, nə bilim, pomidordur, xurmadır, nardır. Bunlarda biraz qiymətlər ucuzdur. Yəni almaq olar, gəlib bazarlıq eləmək olar burada. 8-ci kənddən şəhərə yarmarkası dekabrın 20-sindən başlayıb və 30-una dək davam edəcək. Zakataladan gətirmişəm məsələsi 50 kilo şabalı satıb qutarmışam. Məsələsi 2 meşox qoz gətirmişəm, məsələsi satmışam, yarım meşoğum qalıbdır. Meşox yarım fındıq gətirmişəm, məsələsi yarım meşox qalıb, bir meşoğu satmışam. 150 kilo məsələsi bal gətirmişəm, məsələsi 20 kilosu qalıbdır, satmışam hamısını. Şükür yaxşıdır, azad satılır hər şey. Xurma gətirmişəm, məsələsi 100 kilo, 5 kilo qalıbdır, satmışam hamısını. Nəm alma gətirmişəm Zakataladan, qəşəng məhsullar gətirmişəm, şükür Allaha satılır, azad satılır. Yəni razısınız da alıcılıq qabiliyyəti? Bəli, razıyıq, şükür, yaxşıdır. Məhsulların keyfiyyətinə də nəzarət edilir. Bunun üçün yarmarkada Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyaları fəaliyyət göstərir. Qeyd edək ki, bu dəfəki kənddən şəhərə Yeni il yarmarkası paytaxtın müxtəlif əraziləri ilə yanaşı Sumqayıtda da təşkil edilib.